qadın öz zərifliyi ilə öz gücünü göstərməlidir. Allah kişini qadının bir addım üstündə yaradıb. Kişi ailədə kişidir, yəni qadından bir addım irəlidədir. Övladlarımıza, qızlarımıza sevgi verək. Onlar başqa yalançı sevgilərə aldanmasınlar. Qızlarımızı elə sevək ki, ailədə elə bir sevgi ilə böyüdək ki, qızlarımız müstəqil həyatda çətinlik çəkməsinlər. Oğlanlarımız daha çox sevgiyə möhtacdılar. Ailədə də, cəmiyyətdə də, həyatda da. Ay sənət insanı, sən bu xalq üçün nə etmisən? Bu vətən üçün sən nə etmisən? Bir vətəndaş olaraq öz işində fərqi yoxdur. Sən müğənnisən, müəllimsən, həkimsən, mühəndissən, dərzisən, sən hər kimsənsə. 44 günlük müharibədə nə qədər şəhidlərimiz var. Hər bir insanın yaşamaq hüququ var. O hüququndan keçən gənclər, o hüququndan keçən insanlar, yaşamaq hüququnu bu torpağa verən insanlar var. Onlar bu vətən üçün ölüblər. Bunu düşünmək lazımdır.